Müasir dövrün stereotip yaranma mexanizmi mentalitetdən çox elə həmin o pop culture-ın nəticəsidir. Misal üçün deyək, adi feminist dəyərlər olsun və s. və ilaxır bu kimi şeylər. Bunlar bizim mədəniyyətdə o qədər də məşhur deyil, o qədər də aktual deyil. Amma bunlar filmlərdə, yəni Avropanın, Qərbin daha çox aktual problemləridir də bunlar. Və yaxud da qara dərililərə qarşı bir irqçilik. Bizdə belə bir şey heç vaxt olmayıb da. Bizdə ümumiyyətlə irqçilik anlayışı bizə yad bir şeydir. Amma bunlar artıq bizdə də müəyyən bir stereotiplər və yaxud da anti-stereotiplər görürsünüz ki, formalaşdırır. Həmin o pop culture-ın nəticəsi. Çünki insanların beynində ayna neyronlar deyilən bir mexanizm var. O gördüyünü dərhal kopyalamaqla məşğuldur, bəli, kopyalamaqla. Və o şuurlu bir şey deyil. Yəni o bizim analiz eləyərək kopyalamağı seçmirik. Görən kimi onu biz kopyalayırıq və adaptasiya qabiliyyətimiz budur. Bir növ idarə eləyə bilmərik onu. Bilərik, amma bu həmin anda bizdə o belə deyim də, o stereotipin formalaşmayacağı demək deyil. Stereotip formalaşacaq, amma ağıllı insan stereotipləri sorğulayan insandır. Cahil insan isə stereotiplərə inanan insandır. Biz o formalaşandan sonra biz artıq onu sorğulamalıyıq ki, bizdə bu fikir hardan gəlib, necə formalaşıb bu fikir bizdə.